Salam. Deməli, ilk evinizi almaq istəyirsiniz, amma bütün bu maliyyə məsələləri, sənədlər, kreditlər başınızı biraz qarışdırır? Heç narahat olmayın. Bugün biz bu böyük addımı sizin üçün xırdalayıb asanlaşdıracağıq. Doğrudan da ev almaq prosesi adama biraz qarışıq, hətta qorxuducu gələ bilər. Əgər siz də belə hiss edirsinizsə, bilin ki, tək deyilsiniz. Amma heç problem deyil, çünki biz bugün o labirintdən çıxış yolunu birlikdə tapacağıq. Baxın, planımız çox sadədir, 3 hissədən ibarətdir. Birincisi, maliyyə bünövrənizi qururuq. Sonra, xəyalınızdakı evi axtarıb təklif veririk və nəhayət, son addımları atıb sövdələşməni bağlayırıq. Gəlin elə birinci və ən vacib hissədən başlayaq. Deməli, birinci hissə, maliyyə bünövrənizin qurulması. Baxın, bütün prosesin ürəyi, canı məhz buradır. Çünki möhkəm bir təməl olmadan o xəyalınızdakı evi tikmək, yəni almaq mümkün olmayacaq. Bu təməli qurmaq üçün 3 sadə, amma çox vacib addımımız var. Birincisi, kredit tarixçəmizə baxırıq. İkincisi, cibimizə uyğun büdcəni müəyyən edirik. Üçüncüsü isə bankdan ilkin razılıq alırıq. Gəlin indi bunların hər birinə ayrı-ayrılıqda baxaq. Hər şey, bax, buradan başlayır. Sizin kredit tarixçəniz. Bu nədir? Sadə dildə desək, bu sizin maliyyə kimliyinizdir. Banklar sizə borc verməzdən əvvəl bu kimliyə baxıb qərar verirlər ki, siz nə dərəcədə etibarlı bir borcalansınız. Və bu da sehirli rəqəm 720. Çalışın bu rəqəmi yadda saxlayasınız. Əgər sizin kredit balınız 720 və ya daha yuxarıdırsa, bu əla göstəricidir. Yaxşı, bu nə deməkdir? Bu o deməkdir ki, banklar sizə daha aşağı faizlə kredit təklif edəcək. Və bu kiçik faiz fərqi, inanın, illər ərzində sizə minlərlə manat qənaət etdirə bilər. Yaxşı, kredit tarixçəniz qaydasındadır. İndi isə keçək pula, yəni büdcəyə. Sual budur. Siz əslində nə qədər ev ala bilərsiniz? Cavab çox sadədir. Gəlirlərinizi, borclarınızı və ilkin ödəniş üçün yığdığınız pulu hesablayın. Bax, bu sizin real çərçivəniz olacaq. Burada bir qızıl qayda var. Mütləq yadda saxlayın. Mütəxəssislər deyir ki, sizin aylıq ev xərcləriniz, yəni ipoteka, sığorta, vergilər hamısı birlikdə aylıq gəlirinizin 30%-dən çox olmamalıdır. Niyə? Çünki bu qaydaya əməl etsəniz, həm ev sahibi olarsınız, həm də maliyyə cəhətdən rahat nəfəs alarsınız. Və birinci mərhələnin son addımı, ilkin təsdiq. Baxın, bu sadəcə bir kağız deyil. Bu sizin super gücünüzdür. Bu bankın sizə, bəli, biz bu adama filan qədər borc verməyə hazırıq dediyi rəsmi sənəddir. Ev sahibinə bu sənədi göstərəndə, onlar dərhal başa düşürlər ki, siz ciddi alıcısınız. Bu da sizə danışıqlarda inanılmaz üstünlük verir. Allah, maliyyə təməliniz artıq hazırdır. İndi isə keçirik işin ən maraqlı, ən həyəcanlı hissəsinə, ev axtarmağa və təklif verməyə. Bu yolda yaxşı bir daşınmaz əmlak agenti, yəni makler, sizin ən yaxın köməkçiniz ola bilər. O nə iş görür? Bazarı sizdən yaxşı tanıyır, sizin yerinizə qiymət danışıqları aparır və ən əsası o qarışıq sənədləşmə işlərini öz boynuna götürür. Ev axtarışına haradan başlayaq? Təbii ki, Tapaz, Bina.az kimi onlayn saytlar əla başlanğıcdır. Amma bir evə baxmağa gedəndə divarların rənginə, pərdələrə aldanmayın. Əsas məsələlərə fokuslanın. Binanın divarlarında çatlar var, dam axıdır, santexnika sistemi köhnədir. Bax, bu kimi şeylər sizə gələcəkdə baha başa gələ bilər. Nəhayət, o evi tapdınız. İndi təklif vermək zamanıdır. Amma bir dəqiqə dayanın. Təklif verərkən özünüzü qorumağı unutmayın. Müqaviləyə mütləq peşəkar yoxlamadan sonra və ya kredit tam təsdiqlənərsə kimi şərtlər əlavə edin. Bu, sizi gözlənilməz problemlərdən sığortalayacaq. Və təklifiniz qəbul edildi. Təbriklər. Amma hələ tam sevinməyə tələsməyin. Açarları ələ alana qədər bir neçə vacib addım daha qalıb. Gəlin görək, onlar nələrdir? Deməli, son mərhələdə 3 əsas işimiz var. Birincisi, peşəkar bir mütəxəssis evi son dəfə yoxlayır ki, hər şey qaydasındadır. İkincisi, bankla bütün ipoteka sənədlərini imzalayıb işi rəsmiləşdirirsiniz. Və üçüncüsü, əlbəttə ki, yeni evinizi hər cür riskdən qorumaq üçün ev sığortası alırsınız. İndi gəldik çoxlarını maraqlandıran bir məsələyə. İlkin ödəniş. Çox vaxt elə düşünürlər ki, ev almaq üçün böyük pullar lazımdır. Amma xüsusilə də ilk dəfə ev alanlar üçün çox yaxşı proqramlar var. Bəzi hallarda evin dəyərinin cəmi 3 və ya 3,5%-ni ödəməklə də ev sahibi olmaq mümkündür. Ancaq bir şeyi də unutmayaq. İlkin ödənişdən başqa alqı-satqı xərcləri deyilən bir şey də var. Bu, sənədləşmə, rüsumlar və digər xidmətlər üçün ödənilən puldur.
Adətən evin qiymətinin 2-5% arasında dəyişir. Ona görə də büdcənizi planlayanda bu əlavə məbləği də mütləq nəzərə alın. Və nəhayət, o an gəldi. Açarlar sizin əlinizdədir. Super! Amma bilin ki, əsl məsuliyyət elə indi başlayır. Çünki ev sahibi olmaq təkcə onu almaqla bitmir. Onun daimi xərcləri də var. Gəlin bu çox vaxt unudulan gizli xərclərdən danışaq. Bax, bu qrafik hər şey çox aydın göstərir. İllik təmir xərcləri, əmlak vergiləri, sığorta, bütün bunları toplayanda il ərzində asanlıqla 5000 manat və hətta daha çox xərc çıxa bilər. Bu o deməkdir ki, hər ay maaşınızdan müəyyən bir məbləği məhz bu işlər üçün kənara qoymalısınız. Beləliklə gəldik əsas suala. Siz təkcə evin alış qiymətini ödəməyə deyil, həm də onun bütün bu gizli, yəni davamlı xərclərinə hazırsınızmı? Ev sahibi olmağın əsl maliyyə reallığına, yəni bu məsuliyyətə hazırsınızmı? Bax, bu suala verəcəyiniz cavab həyatınızın ən böyük maliyyə qərarını verməyə kömək edəcək.